Təhlükəsiz Gənclər və İdman Naziri, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi, Orxan İdman Klubunun daxili imkanları hesabına bugün Şamaxı rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci il dövrünə həsr olunmuş qol güləşi idman növü üzrə Şamaxı rayon turniri keçirir. İdman Nazirliyinin, Azərbaycan Respublikası İdman Nazirliyinin 32 illiğine həsr olunmuş bu tədbir, yəni qol güləşi tədbiri bizim kluba, rəhmətli oğlum Orxan İdman Klubuna tapşırmışdı. Mən minnətdarlığımı bildirirəm. Rəşad müəllim buradadır, Şahmar müəllim gəlib burada, Şəhid Adası Sübhanə müəllim buradadır. Yəni məşqçiləriniz də şükürlaha var. Bir də sizə bir təbrik etmək istəyirəm. Qol güləşi Azərbaycan və dünya çempiyonu Murad İmanov. Tanış ola bilərsiniz. Yəni o da bizim yaxın adamlardır. Allah canını var eləsin. Bizi yəni bu çəkilişdə aparan Cavanşir Seyvətin oğlu. Hər birinizə təşəkkür edirəm. Sevindiricidir ki, həqiqətən də yeni bir idman mövzusu mən deyərdim ki, bəs əvvəllər olmuyor, amma bizim regionlaşmadan sonra mən bu son 3 ildə birinci dəfə Şamaxıda qol güləşi inkişaf edir. Sevindirici ki, qısa bir zamanda artıq yarışa bu qədər gənc yenilər çıxarmaq imkanları var. Davamlı olsun. Uğurlarınız hər zaman yüksək arenalarda gəlsin. Hər bizə özlərinin təşəkkürünü bildirirəm.